Salam hörmətli izləyicilər, əziz şagirdlər, dəyərli 11-ci siniflər. Deməli artıq bilirsiniz ki, 2026-cı tədris ilində buraxılış imtahanları yekunlaşdı. Daha doğrusu cari ilin məzunları, əvvəlki ilin məzunları hələ ki 19 apreldə olacaq, səhv eləmirəmsə. Yəni artıq cari ilin 11-ci sinifləri bloka hazırlaşır. Və blok qruplarımıza qeydiyyat davam edir. Bu öz yerində ekranda görürsünüz. Mən bu videoda sizə nədən danışacağım? Funksiyalar mövzusunda son illərdə bloka düşən suallara baxacağıq. Və görək ki, nələr düşüb, necə düşüb, çətin düşüb, rahat düşüb. Yəni, ümumiyyətlə funksiyadan biz nə işləməliyik, necə işləməliyik? Bu haqda danışacağıq. Ona görə videonu diqqətlə dinləyin. Ümumiyyətlə funksiya mövzusu riyaziyyatın onurğa sütunudur, bunu hamı bilir. Ona görə videonu izləyin, qeydlərinizi götürün və çalışacağım sizə hər bir şey xırdalığına qədər izah edeyim və qısa şəkildə bir qeyd etmək istəyirəm ki, blok qruplarımıza qeydiyyat davam edir. Demək olar ki, yerlər məhduddur. Ekranda görürsünüz bizim belə deyək ki, yüksək nəticələrimizdən bir neçəsi, yəni ikisi ekranda görünür. Təbii ki, kifayət qədər yüksək nəticələrimiz var. Əlavə məlumat üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Toplu sürətli işlənəcək, əlavə olaraq qəbullardan sınaqlar, qəbullardan videolar göndərəcəm. Eyni zamanda demin 20 variantını işləyəcək və bloka tam gücümüzlə hazır olacaq. Çünki buraxılış gördük ki, ağır gəldi. Blok da ağır gələ bilər. Ona görə ciddi hazırlaşmaq lazımdır. Bizim dərs qruplarımızın günləridir və özüm haqqında qısa məlumat var burada. Özünüz baxa bilərsiniz. Şagirdlərimizin nəticələridir. Gəlin keçək sualların izahlarına. Başlayaq birinci sualdan izaha. Birinci sual bizə nə deyir? Fx funksiyasının qrafiki verilmişdir. Tənliyin neçə müxtəlif həqiqi kökü var. Bu, ümumiyyətlə, qrafiki biz oxumağı bacarmayıq. Nə deməkdir? -5 və 4 bunu sıfıra çevirən qiymətlərdir. Bunu sıfıra çevirən qiymətlər. Deməli, burada -5 və 4 olmalıdır. Yəni, 4 minus 3x kvadratı bərabərdir -5. 3x kvadratı bərabərdir 9-a. X kvadratı bərabərdir 3-ə. X bərabərdir müsbət 3. X bərabərdir -3. Bir dəfə də deməli 4 minus 3x-in kvadratı bərabərdir 4-ə. 3x kvadratı bərabərdir 0-a. X kvadratı bərabərdir 0-a. X də bərabərdir 0-a. Neçə müxtəlif həqiqi kökü var? Biri bu, biri bu, biri də bu. 3 dənə. Toplu sualıdır. Toplu kifayət qədər bundan var. Keçək ikinci sualın izahına. Funksiya neçə sıfırı var? Əgər sən bu şərt sənə verilməsəydi, dərəcəyə uyğun. Yəni, sən bunu sıfıra bərabər edəndə 4 dərəcə 4 dənə də kökü olmalıydı. Amma sənə x-in həqiqi ədəd olduğunu verib. Ona görə biz ümumiyyətlə funksiyanın sıfırlarını tapan zaman funksiyanı sıfıra bərabər etməliyik. Yəni, bunu sıfıra bərabər edirəm və x kvadratına bir dənə t deyəcəm. B kvadrat tənliyə gələcək. X üstü 4-ün yerinə yazacam t kvadratı. Çıxılsın t, çıxılsın 12 bərabərdir 0. Və bunun mən viyyətə görə köklərini tapsam əgər, bir köküm olur deməli 3, biri olur 4. Toplayanda müsbət 1 eləyir, vuranda -12, -3, 4 -3. Və həqiqi dediyinə görə biz x kvadratını 4-ə bərabər götürəcək. X olacaq müsbət 2, x olacaq -2. Buradan x kvadratı -3-ə bərabər ola bilməz. Çünki həqiqi dediyinə görə. Və burada deməli x2 dənə qiymət aldıq. Doğru cavab C variantı. 3-ə baxaq. Fx azalan xətti funksiyadır. Qəşəng sualdır. Baxın, burada biz nəyi, niyə, necə edəcəyik? Gəlin ona baxaq. Baxın, bizə deyir ki, 3 nömrə tapşırıqda fx azalan xətti funksiyadır. Gəlin, fx funksiyasını quraq. Fx bərabərdir kx plus b, düzdürmü? Bu nə deməkdir? F funksiyasındakı x-in yerinə fx-in qiymətini yazıram. F funksiyam budur. Buradakı mən x-in yerinə elə bir fx-in qiymətini yazıram da. Fx-imi kx plus b idi. Plus burada b ilə işimiz yoxdur. Onun sinə keçir. Kompozisiyada deyilir. Mürəkkəb funksiyada deyilir buna. Bərabərdə bundan işim yoxdur. 25x minus 16. Bunu vursam k kvadratı x plus kb plus b bərabərdir 25x çıx 16. Təbii ki, burada deməli k-ların əmsalları bir-bir, x-lərin əmsalları birinə bərabərdir. K kvadratı bərabərdir. Burada x-in əmsalı 25-dir. Buradan k bərabərdir plus minus 5.
Adam isə əziyyət çəkib şərt verib. Azalan xətti funksiyadır. 2025-də düşüb, biraz fərqli sualdır. Azalan xətti funksiyadırsa, bu -5 götürəcəm. Və bu hissəni də mən sərbəst həddə bərabər götürəcəm. KB plus B bərabərdir -16-ya. K-nı yeni -5 yazsam, -5B plus B -16. -4B bərabərdir -16, B olur 4. Vəssalam. İndi mən nə edirəm? Fx funksiyamı qururam. Fx funksiyam nəyə bərabər idi? K -5'dir. -5x plus 4 və sən f -2'ni istəyir. F -2 bərabərdir. X-in yerinə mən -2 qoysam burada. -5 vurulsun -2 plus 4. Bu da bərabərdir 10 plus 4 10'dur. Biraz fərqli sual tipidir məsələn. Amma təbii ki, blok seçilmiş şagirdlər üçündür. Yəni, sən bloka gedirsənsə, sən məqsədin olmalıdır. Ona görə biraz yaradıcı düşünməlisən. 4 nömrəli tapşırığa baxaq. Nöqtəsi parabolun simmetriya oxu üzərindədir. Simmetriya oxu üzərindədir sözünün mənası nə deməkdir? Əslində, bunu sən qrafiklə də göstərə bilərsən, belə də baxa bilərsən. Simmetriya oxunun təlində x0 bərabərdir. -b, b budur. Bölünsün 2a. 2 vurulsun, a da -2'dir. Bu da bərabərdir. -k üstə gələ 2 bölünsün -4. 2 -1-1-ə dəyir. K plus 2 böl 4. Bu nöqtə, yəni bu x-dir, bu y-dir. Bunun üzərindədir. Yəni x-in yerinə mən 2 yazsam, x0'ın yerinə. Bərabərdir K plus 2 böl 4. Buradan deməli K plus 2 bərabərdir 8'ə. K bərabərdir 6'ya. K 6'dırsa o zaman bunu yerinə yazsam olacaq y bərabərdir -2x'in kvadratı üstə gələk K'nın yerinə 6 yazsam 8x plus 2. Təpə nöqtəsinin ordinatı n'ni tapsam n 4ac a budur, c də budur. 4ac -16 çıx b kvadrat 64 böl 4a -8. Bu da bərabərdir -80 bölünsün -8 və müsbət 10'a bərabərdir. B variantı. Maraqlı sualdır. Toplu da var bundan. 5 nömrəli tapşırığa baxaq. B-nin hansı qiymətində təpə nöqtəsinin apsisi 1 olar? Təpə nöqtəsinin apsisi nədir? 5. M bərabərdir -b böl 2a. Təpə nöqtəsinin apsisi nə olar? 1 olar. Aha. B-nin yerinə də B durub. 2 vurulsun. A-nın da yerinə -1 durub. Bərabərdir 1'ə. B bölünsün 2 bərabərdir 1'ə. B də bərabərdir 2'yə. B parametrin hansı qiymətində deyirdi bizə. Sonra 6 nömrəli tapşırığa baxaq. Təpə nöqtəsinin koordinatlarını tapın. 2024'də düşmüş bir sualdır və görək necə tapacaq. M bərabərdir yenə də 6-cı sual. -b böl 2a düstura görə və başqa cür də yaza bilər. Özümüzü yormağımıza ehtiyac görmürəm. B-nin yerinə bu durub 12. A-nın da yerinə bu durub 2 vurulsun -3. -12 bölünsün -6. Bu da müsbət 2. Uşaqlar, n-i tapmağın elə D variantıdır. N-nı tapmağın 2 üsulu var. Biri düsturu üsulu. Yəni təpə nöqtəsinin y-i n-dır da bizdə. Düsturumuz belədir. 4ac çıx b kvadratı böl 4a. Yəni burada da biz bilirik ki, ax kvadratının əmsalıdır, bx'in əmsalıdır, c də sərbəst həddir. Yəni bunu gətirib yerinə qoyub hesablaya bilərsən. Başqa bir üsulu da var, n'in tapılması. M-i tapmışam. Sən bu funksiyanı gətirib burada yerinə yazsan, n'i tapmış olursan. N bərabərdir, -3 vurulsun. X'in yerini 2 yazsam, 2'nin kvadratı üstə gələk 12. Vur 2 çıx 13. 2 dəf 2'nin 4 dəf üçün -12 plus 24 çıx 13. Bu da bərabərdir 12'dən 13'ün -1. Demək təpə nöqtəsi olacaq. X'i 2 tapdım. M-i. N-nı da yəni y0'da -1 tapdım. D variantı. 7 nömrəli tapşırığa baxaq. Təxt dərəcədən kef elə. Təxt dərəcədən kök, ancaq kök varsa kef elə. Yəni kef elə nə deməkdir? Mənfi sonsuzluq, müsbət sonsuzluq deməkdir. 8 nömrəli tapşırığa baxaq. Qəşəng bir sualdır, super bir sualdır. Gəlin bunu araşdıraq görək nə demək istəyir bizə burada.
Bütün ədəd oxunda azalan fx və artan jx funksiyaları yalnız müsbət qiymətlər alır. Yalnız müsbət qiymətlər alır və bu fx funksiyası azalandır və jx funksiyası da artandır. Və müsbət qiymətlər alır. Deməli, biz burada nəyə baxacağıq? Alır. Funksiyadan verilənlərin qiyməti hansı ən böyükdür? Baxın, hx bərabərdir. Bu getdikcə artan bir funksiyadır. Yəni, bu isə azalan bir dəqiqə. fx. Yalnız müsbət qiymət alır. Bütün ədəd oxunda azalan fx və artan jx funksiyası yalnız müsbət qiymət alır. Aha. İndi fx azalandır, jx artır. Bu jx artandırsa, bu daima böyürsə, bu kiçik biri, yəni azalan bir ifadə olur da, bir bölünsün daha. Və bu da azalandı. Onda hx-ə mən azalan funksiya deyə bilərəmmi? Deyə bilərəm. Gəlin, bunların hamısının sürətlərini bərabərləşdirməm daha rahat olacaq. Gəlin, bunların sürətlərini bərabərləşdirək. Hamısının mən 5 var, 3 var, 3 var, 1 var. Hamısını 15-ə gətirim. Olacaq 15, 5. 15-ə gəlmək üçün yuxarı 15-ə vuram, aşağı 45. 15-ə gəlmək üçün yuxarı 15-ə vuram, aşağı 15-ə vuram, 60. 15-ə gəlmək üçün 5-ə vuracam, 15, 25. 15-ə gəlmək üçün 5-ə vuracam, 15, 35. 15-ə gəlmək üçün 3-ə vuracam, 15, 18. Aha. Və hx azalan olduğuna görə ən böyük olması üçün içərin ən kiçiyinə baxıram. Sürəti bərabər olan kəsrədə məxrəci böyük olan ən kiçikdir. Burada da məxrəci böyük olan 60 olduğuna görə ən kiçik olacaq D variantı. Qəşəng sualdır. 9 nömrəli tapşırığa baxaq. J8-i sil. Birinci mən J8-i tapım. X-in yerinə 8 qoymuram. 3x plus 2 8-ə bərabər olmalıdır. Buradan 3x bərabərdir 6, x bərabərdir 2. Yəni, mən J8-i tapanda x-in yerinə elə bir, çünki bu içi də mürəkkəb formada verib da bizə. Elə bir ədəd qoymalıyam ki, aparıb x-in yerinə həmin ədəd qoyanda J8 yaransın. Yəni, x-in yerinə 2 yazacam. Onda J8 bərabərdir. X-in yerinə 2 yazsam. 2 vur 2 plus 5. 2 dəf 2, 4, 9. Deməli, gətirib burada biz yerinə yazsaq, f, J8-i 9 tapmışam. F funksiyasında x-in yerinə 9 yazacam. 3 vur 9, çıx 11. 27 çıx 11 bərabərdir 16. A variantı. Funksiyanın ən böyük qiymətini tapır. Kəsirin ən böyük qiymət olması üçün məxrəcin ən kiçiyinə baxacam. 2 müsbət ədədin cəm o vaxt ən kiçik olacaq. Onlar ən kiçik ədəd alsın. Buna toxuna bilmərsiniz, çünki bu bir ədəddir. Modulun ən kiçik qiyməti 0-dır. Yəni, biz x-in yerinə -1 yazsaq, y bərabərdir 20 bölünsün 4. Bu da bərabərdir 5-ə. Toplu sualıdır. Funksiyadan o qədər ağır sual düşmür demək olar ki, özünüzü görürük hələ ki. 2023 baxaq bu suala. Deməli, məsələn, burada bizə nə deyir, nə istəyir? Tək və cütdən danışır. Birinci burada bizə deyir ki, gözümə çarpan y bərabər x kvadrat funksiyasının qrafiki ola bilər. Gəlin görək burada o varmı? Ola bilər. Məsələn, bu y bərabər x kvadrat funksiyasının qrafikidir. Hardan bildim? X-ə 1 verəndə 1 olur y. Həqiqətən x-ə 1 verəndə y 1 olur. X-in yerinə 2 qoyanda 2-nin kvadratı y 4 olur. Eyni zamanda -1 qoyanda da 1 olur. -2 qoyanda da 4 olur. Deməli, 1x kvadrat funksiyasının qrafiki ola bilər. Bir də doğru cavab B variantı. Sonra. Və bu cüt funksiya olduğuna görə koordinat başlanğıc nəzərən simmetrik. Yəni, cüt funksiya ola bilər. Elə biri həm də C variantı uyğun gəlir. Bu uyğunluq kimidir ki, 2023-də çox da sadə bir uyğunluqdur, çətin bir uyğunluq deyil. Ona görə B ilə C atdım getdi. İndi baxıram 3-ə. Məsələn, burada deyir, nə təkli, nə cütdür. Ümumiyyətlə, nə tək, nə cüt funksiyanı biz necə müəyyənləşdiririk? Biz demişik ki, tək funksiya koordinat başlanğıc nəzərən simmetrikdir. Cüt funksiya OY qırqoxuna nəzərən simmetrikdir. Yəni, oradan toxunur. Bu fikir verərsənsə, biri əyri gedir, biri düz gedir. Bu heç nəyə nəzərən simmetriklik yoxdur burada.
Ona görə bu nə tək funksiyanın qrafikidir, nə cüt funksiyanın qrafikidir. Heç nəyin qrafiki deyil, nə tək, nə cüt. Hər hansı bir funksiyanın qrafiki ola bilər, amma tək və cüt funksiyanın qrafiki deyil, nə təkin deyil, nə cütün deyil. 3-ə doğru cavab D variantı. Bu da getdi. Tək funksiyanın qrafiki ola bilər. Bu tək funksiyanın qrafikidir, çünki koordinat başlanğıcına nəzərən qatlayanda bu üst-üstə düşəcək. Eyni zamanda bu y bərabər x kubu funksiyasının qrafikidir. Hardan bildim? Əslində bu biraz əyri çəkilib. Y bərabərdir x kubu. X-ə 1 verəndə y olur 1. X-ə 2 verəndə y olur 8. Görürsən? 8 olur. Eyni zamanda x-ə -1 verəndə y olur -1. Həqiqətən də x-in yerinə -1 qoyanda y -1 olur. Və x-in yerinə -2 qoyanda y olur, nə olur? -8 olur. Belə. Həqiqətən də bu x kubu funksiyasının qrafikidir. 2-yə doğru cavab Y variantı. Və təbii ki, x kubu tək funksiya olduğuna görə həm də bu A variantı uyğun gələcək. Belə. Özümüz də görürük ki, çətin sual deyil. Uyğunluq da mı ağır sual deyil. Belə. 12 nömrəli tapşırığı var. 12 nömrəli tapşırıq topluda düşmüş bir sualdır. Biraz çətin sual ola bilər, amma bunu çox geniş formada izah edəcəm uşaqlar. Ona görə yəni misal uzundur falan da deyib keçməyin. Yəni uzun deyil əslində. Mən qısa şəkildə deyib də keçə bilərəm, amma sualın mahiyyətini başa düşməyiniz üçün bunu sizə geniş şəkildə izah etmək istəyirəm. Deməli, bunun əslində qrafikini biz proqramla da çəkə bilərik. Proqramla da çəkə bilərik. Belə əlimizlə də çəkə bilərik. Gəlin, deməli, proqramla çəkək bunu. Görək bizə proqram nə deyəcək. Baxın. İndi proqramla niyə çəkirəm? Orada hər biri səliqəli formada veriləcək. Biz ondan çox sadə istifadə edə biləcəyik. Deməli, y bərabərdir mənfi modulda x üstə gələk 8 plus 8. Biri budur. Qırmızı ilə olan. Biri də deməli modulda y bərabərdir modulda x plus 6 idi, səhv eləmirəmsə, yoxsa çıx 6 idi. Çıx 6 idi. Çıx 6. Və bizim qrafikimiz budur. Və belə. İndi gəlin mən bunu kəsim, aparım yerləşdirim orada. Bunlar haqqında biraz söhbət edək biz. Necə qurulur, nə formada qurulur, necə olur. Bunlar haqqında danışaq. Deməli. Əslində səliqəli şəkildə qurulması, ümumiyyətlə şəklin səliqəli formada qurulması bizim işimizə daha çox yarayır. Çünki yenə deyirəm, mən ümumiyyətlə həmişə bunları səliqəli şəkildə qururam ki, tam açıq görə biləsiniz. Baxın, bu qırmızı ilə olan da y bərabərdir mənfi modul x funksiyası. Ümumiyyətlə mənfi modul x funksiyası bu formadadır. Plus 8 olduğuna bu 8 addım yuxarıdan keçibdir. 5'i özə görə bilərsə 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 addımı yuxarıdan keçibdir. Və eyni zamanda modul x funksiyası budur. Və plus minus 6 olduğuna görə bu mənfi 6 addım, yəni burada mənfi 6'dır. Aşağıdan keçibdir. Yəni bu belə. İndi bizə nə deyir? Kəsişmə nöqtələrindən qrafiklərinin kəsişmə nöqtələrində, yəni kəsişmə nöqtəsi buradır. Əslində bu kəsişmə nöqtəsinin qrafikdən görünür. Amma biz kəsişmə nöqtəsinin koordinatlarını bərabərləşdirməklə tapa bilərik. Mənfi x plus 8 bərabərdir modulda x minus 6. 2 modulda x bərabərdir 14. Modulda x bərabərdir 7. X bərabərdir müsbət 7. X bərabərdir mənfi 7. Yəni bura əslində yenə də bu mənfi 5, mənfi 6, mənfi 7 belə görünür. Amma kəsişmə nöqtəsini müəyyənləşdirməyə qaydasını demək istəyirəm sizə belədir. İndi bu bizə lazım olacaq olmayacaq artıq sonraki məsələdə, amma lazım olacaq çox güman ki. Digər ikisi isə bu funksiyanın qrafiklərin təpə nöqtələrində yerləşir. Amma bu dördbucaqlı. Və bu hissə, bu hissə. Yəni bizdən istədiyi fiqur, bu fiqurun, bu dördbucaqlının mən sahəsini tapacağım. Uşaqlar, bunu müxtəlif cür tapa bilərsiniz. Yəni, belə deyək də, müxtəlif yollarla, hərə necə sizə rahat edər. Amma mən bunu
necə müəyyənləşdirəcəm? Mən bunu 2 dənə üçbucaq ayırmaqdan tapacam və 2 sahə düsturu ilə cavabı çıxaracam. Yenə deyirəm, başqa bir yollar da ola bilər. Yəni təbii ki, normal olaraq, amma belə də baxmaq mümkündür. Baxın, gəlin bunu 2 dənə üçbucağa ayırım. Təbii ki, bura biz bilirik ki, 1-dir. Bu məsafə mənfi 7, bu məsafə müsbət 7 olduğuna görə bu məsafədə 7-dir, burada 7-dir. Bunu biz bilməliyik. Bu belə. İndi gəlirəm nəyə? Bu ümumi 8 idisə, onda bura 7 qalır hündürlüyümə. Mən onda bu S1 desəm sahəsinə. S1 bərabərdir. Tərəf 14, bu tərəf çəkilən hündürlük hasilinin yarısı. Bu 49. Keçirəm bu S2-yə. Bu məsafə 6, bu məsafə 1-dirsə, ümumi hündürlüyüm olur 7. Və yenə də bura çəkilib da bu. 14 tərəfinə çəkilib. Onda S2 və S2 deyə. S2 bərabərdir. Yenə də 7 vur 14 bölü 2. Bu da yenə də 49 verir bizə. Və 2 dənə ayrı-ayrıdır deyə sahəni tapanda bunları toplayacağım. Yəni, məsələ yenə deyirəm, uzun deyil. Mən geniş izah edirəm ki, tam dərk eləyə biləsiniz. 98. 13 nömrəli tapşırığa baxaq. Deməli, bu tip tapşırıqlarda nə edirəm? 3x-ə bir dənə t deyək, gəlin. 3x-ə bir dənə t deyirəm. Olacaq, deməli, x-də bərabərdir t bölü 3. Gətirib yerinə yazası olsam mən, ft bərabərdir. 3x-ə t demişəm. 7 vurur, x-in yerinə yazacağım t bölü 3 plus 2. ft bərabərdir. Deməli, onda 3-də 7 t yaza bilərəm, plus 2. Və t-dən asılı funksiyanı mən x-dən asılı funksiyaya çevirə bilərəm. Heç bir problem yoxdur. 3-də 7 x plus 2. 3-də 7 x plus 2 varmı? Cavabda Y variantı. Belə. 14 nömrəli tapşırığa baxaq. Deməli, 14 nömrəli tapşırıqda bizə nə deyir? Funksiyanın qiymətlər çoxluğunu istəyir. Funksiyanın qiymətlər çoxluğu ümumiyyətlə biz birinci bunun qiymətlər çoxluğunu tapma qaydasını bilməliyik. Kök altı kvadratik funksiyanın qiymətlər çoxluğunda əgər A sıfırdan kiçikdirsə, olur deməli sıfırdan n-ə kök altı n-ə qədər, yəni kök altı n altındadırsa təbii ki bu. Deməli, o zaman n-ını tapaq. Deməli, A burada mənfi 1-dir, B 5-dir, C-də mənfi 6-dır. N bərabərdir 4AC 24 çıx B kvadratı 25 bölünsün 4A. Bayaqdan düstur dəfələrindən vermişəm. Bu da bərabər. Yuxarı olur mənfi 1 mənfidir. Bu da olur 1 bölü 4. O zaman bizim qiymətlər çoxluğumuz olacaq. 2 də əvvəldə var. 2 plusla işimiz yoxdur. Bu qiymətlər çoxluğu olacaq. 0-dan kök altında 4-də 1-ə qədər. Düzdürmü? Bu da bərabərdir. 2 plus 0, 2-də 1 arası. Yəni 0, 10-da 5. Belə yazaq da gəlin. 2-də 1 arası. 2-nin də üzərinə gəlsəm, olur 2, bir də 2 tam 2-də 1. Bu da olur 2 ilə 2, 10-da 5-in arası. Belə cavabımız varmı bizim? C variantına oxşuyur. Bəli. Belə 15 nömrəli tapşırığa baxın. Məsələn, mən sınava 15 nömrəli sualı salsam, uşaqlar deyəcək ki, ay müəllim, bu buraxılış suallar. Uşaqlar, fərqi yoxdur. Yəni, bu buraxılış elə düşdü ki, blok heç elə düşməmişdi. Yəni, əlinizə keçən riyaziyyatdan bütün blok buraxılışı nə varsa işləyin. Fərqi yoxdur. Riyaziyyatdır. Hər tipdə sual qarşıma çıxa bilər. Deməli, bilgi olaraq sən nəyi bilməlisən burada? Y-i kəsdiyi B-nin qiymətidir. Hər zaman. Və X-i kəsdiyi nöqtədə Y 0-dır. X-i mənfi 5-də kəsib. X-i kəsdiyi nöqtədə Y 0-dır. Gətirək burada yerinə yazaq. K-nı tapaq. Deməli 0 bərabərdir. K vurulsun. X-in yerine mənfi 5 yazacağım. Plus 5. Mənfi 5K bərabərdir. Üstə gələk 5 bərabərdir 0. 5K bərabərdir 5-ə, K 1-ə. K-nı mən müsbət almışamsa 100% bilirəm ki, K müsbət olmalıdır burada. Yəni K-nı əgər mənfi alsaydım, deməli səhv eləmişəm haradasa. Niyə mən bunu necə müəyyənləşdiririk? Bunun cavabını rəy bölməsinə qeyd edərsiniz. Yəni, sualım nədir? Məsələn, həll eləmişəm, K-nı almışam, tutaq ki, mənfi 1. Avtomatik olaraq mən bilirəm ki, 100% haradasa səhv eləmişəm. K mənfi 1 ola bilməz. Niyə ola bilməz? Ümumiyyətlə, K burada mənfi ola bilməz. Niyə ola bilməz? Bunun cavabını yazarsınız.
B 5'dir. Bunların da cəm bizə verir 6-nı. Cəmini istəyirlər sənə şərtdə. 15'də doğru cavab Y variantı. 16 nömrəli tapşırığa baxaq. Burada deməli biz sinus 3x kosinus 3x ortaq vuruq kimi çıxara bilərik. Çıxarsaq nə verəcək? Bizdə nə qalacaq? Deməli mötərizənin içi kosinus 3x gedib, bir dənə sinus 3x 3 kubdur, biri gedib, biri qalıb. Yəni sinus kvadratı 3x qalıb, plus yenə də sinus 3x gedib, kubdan da biri gedib, biri qalıb. Kosinus kvadratı 3x. Fx bərabərdir. Bu bizə təbii ki, birinci əsas eynilikdir, 1'i verir. Sinus 3x kosinus 3x. Bunu sən düstura gəlmək üçün bunu belə yaza bilərəm mən. 2'də 1 vur 2 kimi yazacağım. Zaten 2'ni 2'də 1 aparanda 1 eləyir. Bu isə bizə verir sinus 2 alfanın düsturun. Fx bərabərdir. 2'də 1 vurulsun. Sinus 2 alfa, yəni 2 vur 3x. Bərabərdir, bərabərdir. 2'də 1 sinus 6x. Belə. Və gəldim nəyə? Gəldim bildiyim qaydaya, sadələşdirdim. Ən kiçik müsbət dövrünü tapın. Və biz dövrünü t ilə əvəz eləsək, bizim qaydam olur. Üstü tək olanda olur 2 pi bölünsün x-in əmsalı. Vəssalam, 2 pi bölünsün 6, ixtisar gedir 2'yə. Pi bölü 3. B variantı. Qəşəng. 17 nömrəli tapşırığa baxaq. 2021 ikinci qrup sınağına düşmüş bir sualdır. Deməli, ümumiyyətlə ikisi cüt dərəcə olduğuna görə bundan cüt dərəcəni elə modulda çıxır. Yəni bu belə olacaq. Modulda x minus 4. Ümumi ifadə modul olduğuna görə y mənfiyə bərabər ola bilməz. Yəni biz qrafik axtaran zaman y-in mənfi hissələrinə düşən kəsməliyəm, atmalıyam. Mənfi hissəyə düşüb olmaz. Mənfi hissəyə düşüb olmaz. Mənfi hissədə də olmaz. Bizə bir dənə qalır B ilə D variantı. İndi deyəsiniz biz variantla işləyirik. İndi variantla işləyəndə göstərəcəm, variantsız da göstərəcəm, görəcəksiniz. Və məsələn, indi baxıram B və D variantlarına. Bu tək mod, bu bizim nə qrafikdir bu? Y bərabərdir. Modulda x plus 4'ün qrafiki kimi deyə bilərikmi? Yox. Məsələn, x-ə 4 verəndə y 0 olur. Modulda x məsələn çıx 4'ün qrafiki deyə bilərəm. Yəni müəyyən bir funksiyanın qrafiki kimi düşünə bilərəm. Yəni x-ə 4 verəndə y bərabərdir 0 olub. Məsələn, y bərabərdir a vurulsun modulda x funksiyasının qrafiki. X-ə 4 verəndə y 0 olubsa, 0 bərabərdir deməli. Mən bunu niyə özümü bu qədər incidirəm ki? Bu yalnız və yalnız x ox üzrə hərəkəti var da, bunun y ox üzrə hərəkəti yoxdursa, o zaman y bərabərdir proses modulun içində gedəcək. Modulda x çıxılsın 4 şəklində. Vəssalam, özümü niyə bu qədər incidirəm ki? Yəni fikir veririksə ancaq x ox üzrə hərəkətdir. Bu bunun qrafikidir. Amma B variantında görsən həm bu belə gedib, həm x-ə mənfi 4 də verəndə, müsbət 4 də verəndə bu 4 alınıbdır. Daha doğrusu x-ə 4 də verəndə, mənfi 4 də verəndə görürsən, y-in hər ikisinə 0 alınıb. Yəni x-in həm 4 qiymətində, həm mənfi 4 qiymətində y 0 alınıbdır. Ona görə də, məsələn, x-in yerinə gəlin burada 4 yazaq. Olacaq modulda 4 minus 4 bərabərdir 0. X-in yerinə mənfi 4 yazaq. Modulda mənfi 4 çıx 4, bu da bərabərdir. Modulda 4 minus 4 0. Yəni x-in hər bir qiymətində 4 və mənfi 4 qiymətində 0 olur. Yəni D variantı elə bir yarımçıqdır da, tam dolğun olan B variantıdır. Bunu başqa cür necə göstərmək olar? Şərt verə bilərsən. Bir dəfə x-ə müsbət şərtin verərsən, bir dəfə x-ə mənfi şərtin verərsən. Amma bu tip qrafik üsulları ilə həllində təbii ki biz qiymət verməklə tapa bilərik. İndi deyəsiniz ki, bunu biz açıq sual kimi verə bilər. Bunu əslində ətraflıya və yaxud açığa kimi verməyə biraz məqsədə uyğun deyil. Niyə görə? Çünki bunun sən qrafiki müxtəlif formada çəkə bilərsən. X-ə 2 vermə, 1 ver, 3 ver, 10 ver. Hərə bir cür çəkəcək bunu. Ona görə bunu qapalı kimi verir və bunu siz bu cür araşdıra bilirsiniz. 18 nömrəli tapı. Bunları mən izah eləməyəcəm. Çünki funksiyalar və qrafiklər mövzusunu
2020 və 2025 aralığında düşəni paylaşmışam. Orada geniş şəkildə demişəm. Yəni bunları təzədən yenidən deməyimə ehtiyac görmürəm. Yenə deyirəm, kanalda 2020-dən 2025-ə qədər funksiyalar və qrafiklərdən düşmüş buraxılışa PDF-ində paylaşmışam, izahını da paylaşmışam. Oradan girib bunların izahına baxa bilərsiniz. Yəni, məqsədimiz blokdur. Bunun da eyni qayda. Yəni, buraxılışa baxmamıza ehtiyac yoxdur, görmürəm. Bu da belə. Yəni, bunların hamısını izah eləmişəm orada. Bu da buraxılışdır. Bu da ikinci qrup. Gəlin baxaq 29-a. Bunların yenə deyirəm. Funksiyaları və qrafiklərin hər birinin buraxılışa düşən, son 5 ildə düşəni izahını vermişəm. Və linkin aşağıda açıqlama hissəsində də paylaşaram. Girib baxarsınız. İstəyənlər. Simmetri yoxu x bərabərdir mənfi 2 olan. Simmetri yoxu budur. M bərabərdir mənfi b bölü 2. Bu simmetri yoxudur. Bərabərdir mənfi 2. Parabolanın təpə nöqtəsi apsis oxu üzərindədir. İndi burada gəlin bunun tapaq. Mənfi b-nin yerinə b x-in əmsalıdır. Məsələnin mahiyyətini başa düşməyə çalışın. İndi əzbərçilikdən qaçın. Yəni artıq irəlilədikcə, illər keçdikcə biz nəyi görürük? İstir buraxılış, istir blok olsun. Əzbərçiliklə öyrənən yoldaşların əksəriyyəti yaza bilmir. Ona görə məsələnin mahiyyətini başa düşün. P-ni tapdım 3, gətirək yazaq yerinə. Y bərabərdir x kvadratı. Üstə gələk, P üstə gələk, P-ni yeni 3 yazsam 4x, üstə gələk 2. Təpə nöqtəsi apsis oxu üzərindədir. Müəllim, diskriminant 0. Niyə? Sən sual verirəm. Niyə? Niyəsi bax qrafikdir. Niyəsi onun qrafikdir. Hamınız bəlkə də əzbər bilirsiniz, amma niyəsini bilmirik. Baxın, apsis oxu üzərindədir sözünün mənası nə deməkdir? Məsələn, tutaq ki, belə ola bilər. Niyə belədir? Niyə apsis oxu üzərindədir? Bax, apsis təpə nöqtəsi apsis oxu üzərindədirsə, bu x-dən bir yerdən təmasdadır. Və biz də demişik ki, x-dən bir yerdən təmasdadırsa, bunun bir kökü var. Desəydi ki, apsis oxun 2 müxtəlif nöqtədə kəsir, o zaman diskriminant 0-dan böyük olardı. Niyə? Çünki 2 kökü var. X oxun üzərindədirsə, deməli bu 1 kökü var. Ona görə diskriminantı 0-a bərabər edirəm. 2 bərabər kökü var və yaxud da belə də deyə bilərik. Diskriminant bərabərdir. X-in əmsalının kvadrat minus 4ac bərabərdir 0. Buradan da Q-nü alacam 4. Q 4, P3. P üstə gəlinsin Q bərabərdir 7-yə. Doğru cavab da 7-dir. Belə. 30 nömrəli tapşırığa baxaq. 2025 ikinci qrup. Kifayət əslində mən burada funksiyadan, yəni belə əndirabadi, belə təmtaraqlı bir sual görmədim. Bir dənə burada bu əvvəldə olan o azalan funksiya sualı biraz hardasa belə deyim, düşündürücü sual kimi gəldi mənə, tanış olmayan sual kimi gəldi 3. Amma bir də bu 8. Amma ondan qalan sualların hamısı normal hazırlaşan şagirdin yazıla biləcəyi suallardır. İndi gələ 2026-da çətin funksiya sualıdır. Uşaq səvərdiş eləmişik artıq. Ona görə yəni mahiyyətin başa düşəcəyiniz funksiyanı başa düşərək işləyirsinizsə, istənilən funksiya sualını yaza biləcəksiniz. Yəni 100% əmin edirəm sizə. Emin Hazarın ki, tam qeydə parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir. Diqqətlə qulaq asırıq. Təpə nöqtə birinci rübdə yerləşir sözünün mənası var yenə də. Təpə nöqtə birinci rübdə sözünün mənası nə deməkdir? Gəlin bir dənə özünüzdən ixtiyar, yəni sxematik olaraq çəkirəm, dəqiq çəkmirəm. Qollar yuxarıda və təxminən tutaq ki, birinci rübdədir deyə bu formadadır. Bu o deməkdir ki, təpə nöqtəsinin x0-ı müsbətdir. Təpə nöqtəsinin y0-ı da müsbətdir. Yəni, həm təpə nöqtəsinin x0, həm y0-ın biz tapıb, 0-dan böyük edib bərabərsinin kəsişməsini tapasın. Biraz uzun gedəcək, amma belədir də. Deməli, m bərabərdir. Bu m deyil. Gəlin bunu x0 yazaq, bu sizi çaşdırmasın. Mənfi b, x-in əmsalı. X-in əmsalı. Bölünsün 2a. Mənfi b bölü 2a. Böyükdür 0. Hər tərəfi mənfi 2-yə vurum. 2 vurulsun, m çıxılsın 5. Kiçikdir 0. Mənfi 2-yə vurdum hər tərəfini. Və 2-yə bölsəm, m çıxılsın 5. Kiçikdir 0. M kiçikdir 5-dən. Bunu saxlayıram. Burada bu mənə lazım olacaq. Keçirəm n-ə. N bərabərdir 4ac. 4 çıxılsın. 4ac. 4m-in kvadratı. 4ac çıx b-nin kvadratı. 2 vurulsun m çıx 5-in kvadratı.
Bölünsün 4A. A da 1'dir bizdə. Böyükdür 0. Hər tərəfini 4-ə vursam 4m-in kvadratı çıxılsın. Hasilin qüvvəti ayrı-ayrı qüvvət şəklində göstərə bilirəm. 4-ə vursam böyük 0. Hər tərəfini 4-ə bölsəm m kvadratı çıxılsın. M çıxılsın 5-in kvadratı böyükdür 0. Açaq bunu. M kvadratı birincinin kvadratı birincinin ikincinin hasilinin ikimisli. Təmtəraqlı yazımda sizin üçün ikincinin kvadratı böyükdür 0. Qabaqda mənfi var deyə işarələri sadələşdirirəm. Dəyişirəm daha doğrusu. Böyükdür 0. M kvadratlar gedir 10m. Mənfi 25'i sağa atsın. Böyükdür 25. M də böyükdür 2,5'dən. Bu və bu. Bunların təbii ki, mən ortaq həll tapıram deyə kəsişmə nöqtəsini müəyyənləşdirməliyəm və heç birində almır. Bura deməli 2,5'dir. Burada 5'dir. 2,5'dən böyüklər 5'dən kiçiklər. Və burada da bizim kəsişmə olur 2,5 5 arası. Təbii ki, burada bizə nə deyirdi şərtdə? Birinci rübdə m-in hansı ən kiçik tam qiymətinə? Bu arasında 2,5 5 arasında ən kiçik tam qiymətdə 3'dür. Belə 30 sual idi səhv eləmirəmsə. Yəni bu son 2021-2025'də bloka düşmüş suallardır. Təxminən neçə dənə sual olur? Buraxılışı çıxası olsam buradan, deməli 1 2 3 4 5 6 7 8 9 10 11 11 dənə buraxılışı çıxsam mən, məsələn 11 buraxılışı çıxsam 30. Baxın, gəlin kiçik bir hesablama eləyək biz. 30'dan çıxıram 11. 12 dənə çıxım, niyəsini deyəcəm. Çünki bir dənə orada sınağa düşən sual var da, mən qəbula düşən sualları araşdırıram. Bu düşür deməli 18 dənə. 18 funksiya son 5 ildə 18 funksiya sualı düşübdür, düzdür. Ola bilər indi orada mən bəzi şeylərdə onu yəni tam yaza bilmərəm, yazmaram. 18 funksiya sual düşüb son 5 ildə. 2021-dən 2025'e qədər və nəzərə alsaq ki, hər imtahanda 4 dənə, hər ildə 4 imtahan olur. 4 imtahan olur hər ildə. Və son 5 ildə demişik də biz, onda ümumi 20 dənə funksiya sualı olmalıdır. Və 18 dənə funksiya sualı var. Orada ola bilər illərin birində, mən yadıma gəlir ki, illərin 2021'də mi yoxsa hansısa ildə ümumiyyətlə mənim əlimdə yoxdur. Ona görə o sual oradan çıxarmışam mən. Yəni demək olar ki, hər imtahan funksiya sualı düşür. Ona görə nə etmək lazımdır, öyrənmək lazımdır. Təbii ki, hər zamanki kimi sonunda bizdə cavablar da var. Belə, hər biriniz uğurlar arzu edirəm. Bloka mükəmməl hazırlaşmaq istəyən şagirdlər ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.